Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun, xoş gördük hər birinizi. Bugün sizlərə sınağımızda olan ilk 25 məntiq sualın izahını vermiş olacağım. Baxaq görək hansı suallar var idi. Əgər sınağın yerdə qalan, yəni 71-dən 95-ə qədər olan suallar səsinin izahını görmək istəyirsinizsə, onda FC Akademi YouTube kanalına daxil olub baxa bilərsiniz. Əgər tapmasanız yorumlarda qeyd edərsiniz, mən linkini ora əlavə eləmiş olaram. Həmin videoda da yəqin ki, nəzərinizə çatdıracağım sınağın önəmliyini. Bu videoda da deyim ki, yəni, həftəlik sınaqlarda iştirak eləməyi sizin çox önəmlidir. Çalışın ki, bu sınaqları boş buraxmayasınız, mütləq işləyəsiniz və imtahana qədər vaxt bölgüsü nədir, necə eləmək lazımdır, hansı fəndən başlamaq lazımdır, yanaşma tərzini özünüz üçün formalaşdırın. Bunu demiş olum qısaca. Vaxt demədən keçək sualların izahına, baxaq görək necə həll eləməliydik sualları. Başlayırıq 46-cı sualdan. Deyir ki, A plus B cəmi aşağıdakılardan hansı ola bilər? Bu formada sualı kitabımızdakı testləri işləyibsinizsə, öz tələbələrim üçün deyirəm, təbii ki, işləyibsiz, görürsünüz. Digər tələbələr isə görməyibsə, bu üsulu nədir bilmirsə, indi bu izahdan sonra bilmiş olarlar. Deyirdi ki, sol və sağ tərəfdə həmişə xəttlərin sayını qeyd edirik. Buradan 4 xətt çıxıb, buradan 3, buradan 4, 4, 4. Məncə səsli deməyim, 5, 3. Eyni qaydan sağ tərəfdən də neçə dənə xətt çıxırsa, hamısını qeyd edirəm. Qeyd edəndən sonra isə uyğunluqlara baxmış olacağıq, görək hansını hara yazmaq olar, hara yazmaq olmaz və s. Bu formada yazandan sonra görürəm 3 xəttlər 2 dənədir, 4 xəttlərdən 4 dənədir, 5 xəttlərdən 2 dənədir. Bunun koordinatını yazmaq istəsəm, 3-ün koordinatına baxıram ki, 4, 4, 5-dir. 4, 4, 5, yəni getdiyi yollar 4-ə, 4-ə və 5-ədir. Əgər getdiyi yollar 4, 4, 5 isə digərində baxıram. Eyni olsa bu mənə kömək olmayacaq. Yox, eyni olmasa kömək olacaq. Baxıram gedir 4-ə, 4-ə və 5-ə. Bunun da koordinatı 4, 4, 5-dir. Koordinat şərti olaraq deyirik, yəni getdiyi yol 4, 4, 5. Həm yuxarıda 4, 4, 5-dir, həm də aşağıda 4, 4, 5-dir. Bu eynidirsə mənə necə kömək ola bilər? Fərqli olsaydı, bir-birinə fərqləndirən xüsusiyyət kimi yazardım. Yadda saxlayın, əgər 3 xətlisə, kömək eləmirsə koordinatları yazanda belə, onda artıq 4 xəttinin koordinatını, 5 xəttinin koordinatını yazmaq biraz vaxt apara bilər. Yox, əgər görmürsənsə, normal olaraq klassik qaydada təbii ki, 4 xətlilərin də koordinatlarını yazacaqsan, 5 xətlilərin də koordinatlarını yazacaqsan və sağ tərəfdə də həmçinin yenə 4 xətlilərin də koordinat yazacaqsan, 5 xətlilərin də fərqli olan hissələri mütləq ki görəcəksən. Amma bu biraz vaxt aparmış olur. Vaxt qazanmaq üçünsə bu tipli suallarda, yəni bu tipli dediyim 3 xətti sənə kömək olmayacaqdır. 4-ə 5-ə keçirsənsə, orada deməli düşünürsən ki, hər hansı bir asan üsul ola bilər və 99% misallarda bu asan sual olur, hissə olur. Diqqətlə baxsan görərsən ki, burada 3 dənə 4 öz arasında bir üçbucağı əmələ gətirib, amma bir dənəsi kənarda tək qalıbdır. Biz deyirik axı ki, sağ tərəfdəki şəkil sol tərəfdəkinin sadəcə deformasiya uğramış formasıdır. Yəni, bir-birinə gedilən yollar heç vaxt dəyişmir. Bir-birinə gedilən yollar heç vaxt dəyişmirsə, onda bu 3 dənə 4 burada necə bir-birinə əlaqə saxlamışsa, əlaqə yaratmışdırsa, onda həmin o 4-lər buradadır. Yenə də bir-birinə neyini burada əlaqə yaradıblar. Kənarda qalan 4 bu olduğuna görə, kənarda qalan 4 bu olduğuna görə, deməli 100% bilirsən ki, bura 4 olan 4 xətti yazılmalı. Qutardı, getdi. Kənarda qaldı 4 xətti, kənarda qaldı 4 xətti, ona görə 4-ü yazın ora. Bir də bu 4 xəttilərin içərisindən biri var ki, o da digərlərindən fərqlənir. Baxın, bu 4 xəttinin, yəni 8-in sadəcə bu 5 xəttiyə yolu var. Bu 4 xəttinin sadəcə bu 5 xəttiyə yolu var. Amma ortada yazılan bu 5 xətti var, 4 xətti var ha. Onun hər iki 5 xəttdə yolu var. Fikir verin. Bax bu 4 xəttinin yadda saxla, içərisindəki rəqəm ayrıdır. 4 xətti dediyim ayrıdır. Yəni ikisi də rəqəmli deyə biraz qarşılıq yarada bilər. Bu 4 xəttinin həm bu 5 xəttiyə, həm də bu 5 xəttiyə yolu var. Ona görə axtarırsan, tapırsan dairələrdən ki, bu dairənin də həm bu 5 xəttiyə, həm də bu 5 xəttiyə yolu var deyə 100% deyirsən ki, burada neçəni yazmalısan? 5-i yazmalısan. Artıq 5-i tapdın, 4-ü tapdın. Digər istəyirsən, indən sonra koordinatı yaz. İstəyirsən, nəyi yazsan yaz, heç birinin yerini müəyyənləşdirə bilməyəcəksən. Niyə? Çünki 5-lərin yerini hansı birini müəyyənləşdirə bilərsən, sadəcə digərlərini müəyyənləşdirə bilməyəcəksən. Mənə lazım deyil 5 xətlərin yerini müəyyənləşdirmək. O 3 xətlərin və 4 xətlərin yerini müəyyənləşdirə bilməyəcəksən. Yəni A ilə B-yə düşə biləcək qiymətlər tapılmır. Tapılmırsa, sənin də misalın zaten soruşur ki, hansı ola bilər. Yazıram bura A, burada yazıram B. A ilə B-nin ala biləcəyi qiymətlər hansılardır? Diqqətlə baxsam, görərəm ki, A 3 xəttidir, B isə 4 xəttidir. Deməli, A 3 xətti, B 4 xətti. 3 xəttilərdən
ümumi cədvəlimə baxsam, şəklimə baxsam, bir 7 var, bir də 3 var. Yəni A-nın ala biləcəyi qiymət sadəcə 7 və 3 ola bilər. Başqa heç bir qiymət ola bilməz. Bəs B-nin ala biləcəyi qiymət, mən bu 2 dənə 4 xəttini ona görə tapdım ki, ehtimallarımın sayı azalsın. Əgər bu 4 xəttləri tapmasaydım, B hansı qiymətləri ala bilər sualını verəndə deyərdim ki, 4, 5, 8, 1. Görsən nə qədər ki ehtimal olur. Amma hal-hazırda mən 4 və 5 qiymətini tapdığıma görə indi soruşuram, B-nin yerinə hansı rəqəm düşə bilər? Bu 4 xəttlərdən bir 8 qalıb, bir də 1 qalıb. Ya 8 düşə bilər, ya da 1 düşə bilər. Deməli, A-nın ala biləcəyi yeganə 2 qiymət var. Ya 7, ya 3. B-nin ala biləcəyi yenə yeganə 2 qiymət var. Ya 8, ya da 1. İndi bizdən A plus B cəmini soruşur. Bu 4 dənə rəqəmdən yarana biləcək cəmlər hansılarsa onu yazıram. 7 ilə 8 olsa 15, 7 ilə 1 olsa 8, 3 ilə 8 olsa 11, 3 ilə 1 olsa 4. Yəni mənim ala biləcəyim cəmlər bunlardır. Variantlarda baxıram. 8 var, 11 var, 9 yoxdur, 10 yoxdur, 15 var. Deməli, ya 8-dir, ya 11-dir, ya 15-dir. Bu üçündən biridir. Yaxşı, bəs bu üçünün hansı olduğunu necə tapacaqsan? Yerinə qiymətlərini qoymaqla. Məsələn, mən 15 cəmini almaq üçün, bəndindən başlayaq, 8 cəmini. 8 cəmini almaq üçün mən hansı qiymətləri yazmalıyam? 7 və 1 qiymətlərini yazsam həmin yerə, onda cəm 8 elər, düzdür? A-ya 7 yazıram, B-yə də 1 yazıram. Gəlirəm əsas şəklimə baxıram ki, 7 və 1 arasında birbaşa yol var. Amma buradakı şəkildə A ilə B arasında birbaşa yol yoxdur. Buna görə bunun qiymətləri 7 və 1 ola bilməz. Bir də təkrarlayıram. 7 və 1 arasında birbaşa gediş-gəliş var. Amma A ilə B arasında birbaşa gediş-gəliş yoxdur. Dedik axı, sol tərəfdən sağ tərəf eyni yollar qorunub saxlanmalıdır. Qorunub saxlanmır və ya ki yoxdur deyirsən, deməli cəm 8 ola bilməz. Bəs cəm 11 olmaq üçün hansı qiymətlər seçilməlidir? 3 və 8 qiymətləri seçilməlidir. Əgər 3 8-dirsə, A-ya 3 yazırsan, B-yə də 8 yazırsan. Yenə də şəklinə müraciət edirsən, sol tərəfdəki əsas şəklinə. Görürsən ki, 3 və 8 arasında yenə də birbaşa əlaqə var. Birbaşa əlaqə varsa, burada 3-8 arasında yoxdursa, bu 3-8 ola bilər? Yox, ola bilməz. 11 qiymətinə çıxsan, cavabın qarşı hansı? 15. Y variantı. Niyə? Yox. 15 cavabını almaq üçün mən 7 və 8 qiymətlərini yazmalıyam. Yəni A-ya 7, B-yə isə 8. 7 və 8 qiymətlərini araşdırsam, həqiqətən də görürəm ki, 7 və 8 arasında birbaşa yol yoxdur. Elə mənə də o lazım idi ki, bu dairələr arasında birbaşa yol olmayan hissəni axtarım. 7-8 arasında əsas şəkildə yol yox deyə, burada da yol yox deyə götürə bilərsən cavabı Y variantını. Fikir verdinizsə, bu 4-ü lap əvvəldən silmişdim. Çünki ola bilən doğru cavabların içərisində 4 də ola bilərdi. Niyə? 4 cəmini 3 və 1-də alır. Fikir verin, həqiqətən də 3 və 1 arasında da yenə birbaşa əlaqə yoxdur. Bu çaşdırıcılıq yaratmasın deyə və düzgün cavabı seçə bilməzsən, həm 4 cavabını verirsə, həm 15 cavabını, ona görə birini o cavablardan silir. Düzgün olma ehtimalı olan suallardan birini saxlayır, o da 15-i saxlamış. Nəhayət ki, yekunlaşdırmış olduq. Gəldik 47-ci suala. Sıralar mövzusuna aid çox rahat suallardan biridir. Qəbula da düşəndə bu tipdən düşür əksərən. Bu izahını eşitməsən belə yaza biləcəyin sual tiplərindəndir. Sadəcə harda pauza vermək lazımdır, harda dayanmaq lazımdır, onu bilmək lazımdır. Deyir ki, aşağıdakı sırada 3-cü yerdə yazılmış A hərfindən gördün, hərf sözünü dayanmalısan. Hərf sözünü gördüyündə fasilə seçməlisən. 3-cü yerdə, yəni 3-də də var, 5-də də var, ona görə yazılıb ki, 3-cü yerdə yazılmış A hərfindən, hərfi demir, hərfindən sağda yerləşən 3-cü hərflə 1, 2, 3 deməli, 3-cü olan A hərfindən sağda yerləşən 1, 2, 3-cü hərfimiz nədir? D hərfi. 3-cü hərflə, D-ni nəzər tutulur, bu hərflə nəyisə nəzər tutacaq. 5-ci yerdə yazılmış A hərfindən, 5-ci yerdə yazılmış A hərfindən solda yerləşən ilk hərfin, solda yerləşən, yəni C ilk hərfin ortasındakı hərf hansıdır? Əvvəli D, sonu C ilə bitdi. Onların ortasındakı hərf istəyir, cavabın oruna A variantı. Sadəcə sistemliyi itirməməyən lazımdır ki, bir-birinə qarışdırmayasan. 3-cü hərfdən sağda 3-cü hərf dedi deyə, 3-cü yerdə A yazılan A-dan sağda 3-cü hərf D-ni götürdüm. Sonra 5-ci yerdə yazılmış A-dan solda yerləşən ilk hərf dedi deyə C-ni götürdüm və onların ortasındakı hərf lazım idi mənə. O da A hərfini göstərmiş olurdu. 48-ci sualda deyir ki, sual işarəsinin yerinə yazılacaq ədədi tapın. 89, 94 toplasam bunları 170, 170, 13 da 183, 183-dən 36, 1, 8, 3 ala bilmərəm. 8, 9, 17, 9, 4,
17, 13 toplayıram. 17, 13, 30 eləyir. Əlaqə nədir? 36 neçə nədir? Çıxsam nədir? 4. 9-a vurar, amma digərində heç bir əlaqə yoxdur. Onda belə eləyək. 8 ilə 9-un hasilinə baxaq. 72 eləsin. 9 ilə 4-ün hasilinə baxaq. 36 eləsin. Sonra da 72-dən 36 çıxım eləsin 36. 7 dəfə 8-in 56, çıxdın 7-ni elədi 49. 3 dəfə 9-un 27, çıxdın 2 dəfə 1-2-ni elədi 25. Onda 1 dəfə 9-un 9, 1 dəfə 8-in 8, çıxsam eləyər 1. Cavabım var. Hansı variant? C variantı. Deməli, rəqəmləri bir-birinə vurub, sonra çıxmaqla cavab variantını almış oluruq. 49-cu sual kublarla bağlı bir sualdır. Çox rahat suallarla sayılır. Bax, bu imtahanda ilk dəfədir kub sualı görsəndə, bu kubun həll olma qaydasını öyrənməsən, video izaha baxmasan, növbət dəfələrdə yenə səhv eləyəcəksən və sınağa gəlməyinin bir mənası qalmır. Sırf keçilməyən suallarla bağlı olan hissədə. Ona görə diqqətli olun ki, keçmədiyiniz mövzularda olan sualları necə yazırlar, rahat-rahat yaza biləsiniz deyə. Bunun bir qaydası var. Yadda saxlayırsan ki, birinci başa salım, qarşı üz qaydası nə deməkdir? Qarşı üzlər hansılardır? Məsələn, bu kubda açılmış kubdur. Bax, bu açılmış kubdur, bu da yığılmış kubdur. Yığılmış kubda 3 üz görsənir, açılmış kubda 6 üzün 6-sı da görsənir. Deməli, ortada bir üz qalmaqla sağ və sol tərəfində, yuxarı aşağı tərəfində yerləşən üzlər bir-birinə qarşı üzlər sayılmış olur. Yəni, A bəndində 2 ilə 3 qarşı üzdür. Yəni, konkret olaraq bir otaqdasan da, yəqin ki, bu izaha qulaq asanda, yəni qapalı bir məkandasansa, yuxarı var, aşağı var, sağ var, sol var, irəli var, geri var. Yəni bir kub kimi düşün. Onların hamısının bir-birinin qarşı üzləri vardır. Yuxarının qarşı üzü aşağı, solun qarşı üzü sağ, arxanın qarşı üzü isə irəli. Gerinin də irəli olmuş olur. İndi burada da həmçinin, yəni bunu yığanda həqiqətən 2 ilə 3 bir-birindən üzbəüz olur. Yəni qarşı üzlər olur. Sonra 1 ilə 6 bir-birinin qarşı üzü olur. 4 ilə də 5 bir-birinin qarşı üzü olmuş olur. Yəni yığanda üst-üstə bunlar bir-birinə nə olur? Qarşı üzü olmuş olur. 4 ilə 5 qarşı üzdür, 1 ilə 6 qarşı üzdür, 2 ilə 3 qarşı üzdür. B bəndində deyirəm, digərlərini artıq yəqin ki, başa düşəcəksiniz. Bu B bəndində 1 ilə 4 qarşı üzdür. Çünki ortada bir üz qalıb, onlar nədir? Qarşı üzlərdir. 2 ilə 3 qarşı üzdür, bir də 5 ilə 6 qarşı üzdür. Bax, bunlar adlanır nə? Qarşı üzlər. İndi qaydamız nədir? Yadda saxlayırsan ki, yığılmış kubda qarşı üzlər eyni anda görsənə bilməz. Bu qaydanı yadda saxla, bir çox misalı həll eləyəcəksən. Yığılmış kubda qarşı üzlər eyni anda görsənə bilməz. Bu da çox çətin bir qayda deyil və yaxud da ki, yadda saxlamaq üçün, dərk eləmək üçün çətin olan bir şey deyil. Niyə? Bu üçün qarşı üzü hardadır? Ən arxada görürsən onu? Yox. Bu 1-in qarşı üzü hardadır? Ən altda görürsən onu? Yox. Bu 4-ün qarşı üzü hardadır? Bax, burada. Görürsən onu? Yox. Deməli, buradan çıxan nəticə odur ki, yığılmış kubda həmişə sadəcə müəyyən bir üzlər görsənir. Yəni, qarşı üzlər eyni anda görsənə bilmir. Belə deyək, daha dəqiq olsun. Qarşı üzlər eyni anda görsənə bilmir. İndi bura diqqətlə baxaq görək. Bu 1, 3, 4 əgər burada qonşu üz mövqeyində verilibsə, hansı variantda qarşı üz mövqeyindədirsə siləcəksən. Baxıram A bəndinə. 1, 3, 4. Problem yoxdur. Amma B bəndində problem var. Niyə? Çünki 1 ilə 4-ü B bəndində qarşı üz kimi göstərir. Bax, bunlar qarşı üz olsa, yığılmış kubda eyni anda görsənə bilməzlər. Biri görsəndə digəri görsənməməlidir. Ona görə B bəndini göndərirsən, gedir. 1, 4, 3 burada da qarşı üz yoxdur. 1, 4, 3 burada da qarşı üz yoxdur. 1, 4, 3 burada qarşı üz var. 3 ilə 4-ü qarşı üz mövqeyinə qoyub. Axı mən dedim, qarşı üzlər yığılmış kubda eyni anda görsənə bilməz. Bilməzsə, Y bəndə səhv olduğunu mənəşdirəm. Keçirəm bu hissəyə. 1, 2, 5. İndi variantlara baxıram ki, hansı variantda 1, 2, 5-i qarşı üz götürübsə, hansısa variantda onu səhv eləyim. Baxıram 1, 2, 5. Burada qarşı üzlər yoxdur. İndi 5-in uzaqda olması qarışdıra bilər, çaşdıra bilər beyninizi. Ona görə bunu silib burada çəkə bilərsən. Belə bir qaydamız da var. Kubun təməl qaydalarını öyrənəndə görəcəksiniz. Qeyri-adi bir şey deyil. Zaten normal olaraq qatlananda bu hissə ilə bu hissə toqquşur da. İndi kəsib gətirib yanına yapışdıra bilərsən. Deməli 1, 2, 5 burada qarşı üz mövqeyini yaratmadığına görə heç bir problem yoxdur. D bəndinə baxıram. 1, 2, 5. Burada fikir verin. 2 var. Burada 1 var. 1 ilə 2 nə olur? Bir-birinin qarşı üzü yaranmış olur deyə D bəndini çıxırsan. Deməli qaldığımız yerdən davam edək. Videonu dayandırdılar. Ümid edirəm ki, yəqin D bəndində danışırdım. Deməli dedik ki, qarşı üzlər yığılmış kubda eyni anda görsənə bilməz. Ona görə 1, 2, 5-i burada gördüm. Amma D bəndində 1 ilə 2-ni bir-birinin qarşı üzü vermişdi. Çıxdıq ona görə D bəndini. C bəndinə baxıram. 1, 2, 5. Burada hansı üzlər qarşı üz mövqeyində verilib? 1 ilə 5. 1 ilə 5 axı mən qarşı üz mövqeyində verə bilmərəm. Niyə? Çünki yığılmış kubda onları eyni anda görürəm. Onda bunu da çıxsan, cavabın qalib bir dənə hansı variant?
A variantı. A bəndini gəlin sizin üçün yoxlayacağım ilk sualı deyə kubla bağlı. Nə görürsən? 3-ün üstündə 1, sağında 4. 3-ün üstündə 1, sağında 4 görmək üçün ixtiyarım var ki, təməl qaydalardan biri budur. Yuxarıdakı üzv və aşağıdakı üzv, yuxarıdakını sağa sola doğru, həmçinin aşağıdakını sağa sola doğru fırlatmağa ixtiyarım var. Mən A bəndəki, daha doğrusu birinci şəklə almaq üçün bu 3-ü bir dəfə 90 dərəcə geriyə fırladıram. Onda 3-ün nöqtələri düşür bu formada. İndi artıq 3-ü 90 dərəcə geri fırlatmış oldum. İndi baxın görünür birinci şəklin eynisi yoxdur. 3-ün üstündə 1, sağında 4. 3-ün üstündə 1, sağında 4. Hər şey qaydasındadır. Deməli birinci şəkil əla alındı. İkincisi nə deyir? 2-nin üstündə 1, sağında 5. Ola bilsin ki, təzə deyə biraz çətin qavrasız bu B bəndini izah eləyəndə, daha doğrusu bu ikincisini izah eləyəndə. Amma təməl qaydaları öyrənəndə başa düşəcəksiniz. 2-ni 90 dərəcə geri fırladıram. Onda nöqtələr düşür bu formada. Diaqonal kimi düşünün. Diaqonal həmişə ziqzaq vari hərəkət eləyir. Bir də 5 hardan çıxdı, müəllim deyirsiniz. 5-də bax buradan bayaqlarında eləmişdik onu. Kəsib yapışdırmaq imkanımız var, ixtiyarımız var. 5-i də kəsib bura yapışdırırsan və tərsdən durub baxırsan. 2-nin üstündə 1, sağında 5. Buradan durub baxsan əgərsən, 2-nin üstündə 1, burada sağında 5 görərsən. Sən normal olaraq ekrana baxanda bura sənin sol tərəfində. Amma tərsdən baxanda solun sağ, sağında sol olmuş olur. Yəni deyirəm, biraz qarışıq ola bilər. Kublarla bağlı heç bir məlumat eşitməyibsən deyə. Amma zamanla sınaqlarda işləyəndə hamısı beyində oturmuş olacaq. Yəni mən durub tərsdən, yəni bu tərəfdən baxanda, niyə tərsdən başlayım müəllim? Çünki burada nə görürəm? 2-nin üstündə 1 görürəm. 2-nin üstündə 1 görmək üçün buradan durub baxmalısan ki, 2-nin üstündə 1 görüm. Bura hansı tərəfdir? Buradan baxanda sağ tərəfdə. Həqiqətən də 2-nin üstündə 1, sağında 5 var. Bir də 6 üstündə 2, sağında 5. 2-ni bir dəfə 90 dərəcə sağa doğru fırladıram. Olur bu formada. İndi baxın, 6-nın üstündəki sağında 5. 6-nın üstündəki sağında 5. Cavabımız var. Həqiqətən də A variantı. Gəldik 50-ci suala. Ardıcılığı tamamlayan ədəd hansıdır? Azalan bir ardıcılıqdır. 2025-ci ilin qəbulunda da elə buna oxşar bir sual düşmüşdü. Azalan ardıcılıq sadəcə orada nə idi? Ya 19 ya 29 çıxa-çıxa düşürdü. Böyük rəqəmlər vermişdi, ədədlər vermişdi. 19 çıxırdı, 19 çıxırdı, 19 çıxırdı yazırdı. Sən də son sədə 19 çıxıb cavabı yazmadın. Bu qədər sadə bir sual düşmüşdü. 237-dən 7 çıxsan, 230-dan 3 çıxsam, 227-dən 2 çıxsam, 225-dən 5, 220-dən 2 çıxsam, növbətçisini almış olaram. Normalda mən bilirəm ki, bu çıxılan ədədlər arasında bir uyğunluq olmalıdır. Amma baxıram 7, 3, 2, 5, 2 bir əlaqə yoxdur. Əlaqə yoxdursa, həmin dəqiqə ədədin rəqəmlərinə baxmalısan, rəqəmlərindən bir nəticə çıxartmalısan, ya bəzən rəqəmləri cəmini çıxır, bəzən rəqəmləri hasilini çıxır, bəzən rəqəmləri cəminin üstünə gələ bilər. Amma burada görürəm ki, rəqəmləri cəminlə bağlı bir şey, hasillə bağlı bir şey deyil. Nə edir? Bir dəfə 3-cü ədədi çıxır, 3-cü rəqəmi çıxır, sonra 2-ci rəqəmi çıxır, sonra 1-ci rəqəmi çıxır. Təzədən 3-cü rəqəmi çıxır, sonra 2-ci rəqəmi çıxır. İndi mən nəyə çıxmalıyam? 1-ci rəqəmi çıxmalıyam. Yəni 218-dən 2-ni çıxırsan eləyir neçə? 216 çıxdın 2-ni. Davamı gəlsəydi 3, 2, 1, 3, 2, 1 çıxmışdı. İndi yenə 3-cünü çıxmalıydım. 216-dan 6 çıxıb bura 210 yazacaqdım. Deməli qayda nə oldu? Hər dəfəsində ədədin 3-cü rəqəmini, 2-ci rəqəmini, 1-ci rəqəmini çıxır. 3-cü rəqəmi, 2-ci rəqəmi, 1-ci rəqəmi çıxmış olur və bununla da tapır ki, cavabımız nədir? 216 50-də C. Gəldik 51-ci suala. Əgər 10 iyul bazar gününə düşərsə, həmin ilin 6 dekabrı hansı günə düşər? Əla. Artıq ilk sınaqdan təqvim sualını görürsən, təqvimlə bağlı heç bir məlumatın yoxdur. Yoxdursa bu sualın izahını eşidəndən sonra sınaqlarda hansı təqvim sualı düşür, rahatlıqla yazmalısan. Niyə yazmasan? Çünki bu izaha qulaq asıb hansı formada həll olunur onu yadda saxlamalısan. Yox, yadda saxlamasan, mənim nəyimə lazımdır desən, onda artıq nə edirsən? Hər dəfəsində ta bu mövzunu keçənə qədər, özdə kitabımızda da ən sonuncu mövzulardandır, proqramda da ən sonuncu mövzulardandır bu riyazi məsələlər. Onda qalacaq ən axırı. İndidən öyrən də, nə ziyanı var ki, sınaqlarda düz yazacaqsan. Deyir ki, əgər 10 iyul bazar gününə düşərsə, yazıram buradan 10 iyul bazar günüdür. Və məndən nəyə soruşur? 6 dekabr. 3 dənə, 4 dənə mərhələsi var. Bu mərhələni yadda saxlasan sistemli şəkildə bütün sualları rahatlıqla həll edəcəksən. Bazar gününə düşür, iyul ayının 10-undayam. Mən birinci müəyyənləşdirməliyəm. İyul ayından dekabr ayına getmək üçün, bax, eyni il daxilindən söhbət gedir. Əgər fərqli il versəydi, buna da aid nümunələr görəcəksiniz. Ona da testlər var. Fərqli il olsaydı özü deyərdi 2014-cü ilin 10 iyulu, 2015-ci ilin 6 dekabrını tap. Yoxdur ki, il söhbəti. Ortada, yəni misalın özündə il söhbəti yoxdursa, deməli söhbət eyni ildən gedir. Eyni ildən. Onda mən nə edirəm? Soruşuram.
İyuldan dekabr ayına eyni ay, eyni il içərisində getmək üçün irəli mi gedərsən, yoxsa geri mi gedərsən? Çünki bu suallarda həm irəli getmək var, həm geri getmək var. Məsələn, sənə 10 iyulu verib yanvar ayını soruşsaydı, deyərdin ki, mən geri getməliyəm. İyuldan geri gedib yanvara çataram. Amma indi iyulu verib dekabr ayını soruşur. Mən bilirəm ki, irəli getsəm iyul, sonra avqust, sentyabr, oktyabr, noyabr və dekabr. Deməli, iyuldan sonra avqust, sentyabr, oktyabr, noyabr, dekabr deyə getsən, nə etmiş olarsan? Dekabr ayını çatmış olarsan. İndi belə bir məsələ var. Sən iyulun 10-undan dekabrın 6-sına qədər neçə gün varsa, həmin aralığa, bax bu aralıqda neçə gün varsa, onu tapmalısan. Gəlin tapaq. Necə tapırsan? 10 iyuldasan hal-hazırda. İyul ayının 10 gününü yaşayıbsan və irəli doğru gedirsən. İyul ayını bitirməyə neçə günün qalıbdı sənin? 21 günün qalıb. Bu arada mütləq şəkildə bütün ayların neçə gündən ibarət olduğunu əzbər bilməlisən. İyul 31-dəndir, dekabr 31-dəndir, avqust 31-dəndir, oktyabr 31-dəndir, dekabr 31-dəndir. Bunların hamısı may 31-dəndir. Yadda saxlamağa məcbursan, çünki lazım olur. Sən yaddan çıxarsan ki, hansı ay 30-dan, hansı ay 31-dəndir, onda aləm deyəcək bir-birinə. Mən deməli 10 iyuldayam. 10 iyuldan hara gedirəm? Dekabra doğru irəliləyirəm. İyul ayının bitməsinə neçə gün qaldı dedim? 21 gün. Ona görə qarşısına yazdım 21 gün. Birinci ay, bir də ayın axırıncı ayda belə bir məsələ olur. Digərləri ortadakılara heç vaxt nəsə çətin bir şey olmur. Avqust ayı 31 gündən, sentyabr 30, oktyabr 31, noyabr 30 və nəhayət dekabrın hissəsinə gəlməzən, amma mən dekabr 31 gündən gətim bura 31 yazım. Yox. Noyabrın 30-una gəlib çatıbsan. Belə vaxt düşün. Bax məntiqini izah edirəm sənə. Noyabrın 30-una çatdın. Dekabrın 6-sına gedib çatmaq üçün neçə günə ehtiyacın var? Noyabrın 30-dan dekabrın 6-sına qədər sadəcə 6 günə ehtiyacın var. 6 gəlsən, dekabrın 6-sına gəlib çatmış olursan. Deməli, mən iyulun 10-undan dekabrın 6-sına qədər olacaq günləri yazdım. İyuldan 21 gün, digər ayların özləri dekabrın da 6-sına qədər gəlməliydin deyə dekabrda nə etdim? 6 gün yazmış oldum. İndi bu günləri cəmləsəm, 10 iyul və 6 dekabr arasında neçə gün var, onu tapmış olaram. 1, 2, 3, 4 dəfə 30-un 120 eləyir. 2 də buradan 122, 21, 6, 27 də buradan gəlir 149. Bunları cəmlədim, elədi 149. Yəni 10 iyuldan 6 dekabra qədər düz 149 gün var. 149 gün tapdığın günü bölürsən 7-yə. Yəni birinci mərhələ nə olur? Bu formada yazırsan, bu mərhələ saymaya da bilərsən. Birinci mərhələ olur iyuldan dekabra qədər ayların hamısını yazmaq. Çünki mən iyuldan dekabra gedirdim və həmin günləri tamamlamaq üçün neçə günə ehtiyac var, onları yazmaqdır. 10 gün yaşayıbsan iyuldan, ona görə 21 yazdın. Digər ortadakı aylar həmişə özü yazılır. Bir də sonuncu ay məsələsinə diqqət edirsən ki, məndən dekabrın 6-sına qədər gəlməyi soruşur. Onda mən də dekabrın 6-sını yazıb dayanıram. Bu aralıqda 149 gün oldu. Keçən ikinci mərhələyə. İkinci mərhələdə tapdığın gün sayını 7-yə bölürsən. Ay müəllim, niyə 7-yə bölürük? Çünki bir həftədə 7 gün var. Həmin o 7 günü böləcəksən ki, neçə həftə tam gəlir, qalıq bizə lazım olacaq. O qalığı nə edəcək, indi görəcəksən. 149-u 7-yə böləndə eləyir 21. 21-i 7-yə vursan eləyir 147, qalıq da qalır 2. Sənə heç vaxt burada tam olan hissə lazım deyil. Sənə lazımdır qalıq. Bu 21 tam nə deməkdir? Bax 10 iyul bazar günü da 21 dəfə bazar hamısı təkrarlanır, 21 dəfə təkrarlanır. Yerdə sadəcə qalır 2 gün. Plus 2. Deməli, sən də nə etməlisən? İyul ayından dekabr ayına gedəndə irəli getmişdin deyə tapdığın qalığı buradakı günün üzərinə gəlməlisən. Yəni, bazarın üzərinə 2 gəlsən. Bazarın üstünə 2 gələndə olur 1, 2. Yəni, çərşənbə axşamı cavab olur. Hansı variant? D variantı. Bu da elə bir mövzudur ki, başa düşməlisə bir dəfə də izahına qulaq as, təkrarlamaq istəmirəm. Tam beyninə oturdandan sonra yəni istənilən sualı versən, sən çox rahatlıqla müəyyənləşdirmiş olacaqsan. Birinci mərhələ iyul, dekabr arasında olan günlərin sayını tapmalısan. Tapdım 149 gün var. Necə tapılır onu da göstərdim. 149-u niyə 7-yə böldün? Çünki bir həftədə 7 gün var. Alında 21 qalıq 2. 21 bizim niyə lazım olmadı? Çünki bazar günü 21 dəfə təkrarlanır. Mənə o təkrarlanan lazım deyil. O 21 dəfədən sonra nə var? 2 var. Niyə üstünə gəldim? Çünki mən iyul ayından dekabr ayına gedəndə irəli getmişdim. Çıxdığı məqamlar olurmu? Bəli, çıxdığı məqamlar olur. Əgər mən ay olaraq geri getsəydim, tutaq ki, iyuldan yanvara doğru geri getsəydim, aldığım cavabı, aldığım qalığı buradan çıxardım. Amma indi hal-hazırda iyuldan dekabra doğru getmişəm deyə irəli getmiş sayılıram və həmçinin
Qalıq da 2 olduğuna görə bunun üzərinə 2 gəlirəm. Bazar gününün də üstünə 2 gələndə, yəni burada hansı gün versə onun üstünə gəlirsən. Bazar gününün üstünə 2 gələndə eləyir nə? Çərşənbə axşamı. Deməli 51-ci sualda cavabımız oldu D variantı. Aydın olmayansa olsa bir dəfə də qulaq asın, tam oturacaq beyninizdə. Cədvəl qrafik diaqramla bağlı bir sual. Çox rahat mövzulardandır və sadə suallardan düşür imtahana. Deyir ki, avtomobil istehsal edən 2 firmanın illik istehsalı qrafik verilmişdir. 78 avtomobil 2 firma bir yerdə neçə ilə istehsal edər? Birinci tapmalısan bunların hərəsi ayrı-ayrılıqda 1 ilə nə qədər avtomobil istehsal eləyir. Diqqətlə baxsan görərsən ki, birinci avtomobil, birinci şirkət, birinci firma 1 ilə 3 dənə avtomobil neyniyir? İstehsal eləyir. Burada biraz xəttin nöqtədən keçməməsini görürsən. Əslində oradan keçməlidir. Yaxşı, orada biraz şübhəli qalarsa tam oradan keçmir, amma bura baxa bilərsən də 2-yə 6. Görürsünüz, düz həmin nöqtədədir. Əgər 2 ilə 6 avtomobil isə 1 ilə nə qədərdir? 3-dür. Deməli, burada da heç bir problem yoxdur. Sadəcə xətt oradan keçərkən tam mərkəz nöqtədən keçməyib deyə elə görsənir. Və ya ki 3 olan hissədə baxa bilərsən. 3 ilə neçə avtomobildir? 9 avtomobildir. 3 ilə 9 avtomobil isə 1 ilə də neçə olmuş olur? 3 avtomobil olmuş olur. Deməli, əgər birinci firma 3 ilə 9, 2 ilə 6, 1 ilə 3 ilə 1 ilə 3-ü birbaşa deyirsən, qutar getdi. Deməli, birinci firma 1 ilə 3 dənə avtomobil istehsal edir. 3 dənə avtomobil. Bəs ikinci firma? Onu da buradan baxırsan. 1 ilə 10 dənə özü birbaşa göstərir. Əgər ikinci firmada 1 ilə 10 avtomobil istehsal edirsə, ona tapırsan ki, bunlar ikisi bir yerdə 1 ilə nə qədər avtomobil istehsal edir? Yəni, bu vahidə gətirməsən, heç vaxt hesablaya bilməzsən. Hesablamağın düzgün olmaz. Ona görə nə edirəm? 1 ilə 3 avtomobil, 1 ilə 10 avtomobil cəmləsən elə nə qədər? İkisi birləşsə 13 nə idi? 13 avtomobil. Deməli 1 ilə 13 avtomobil istehsal eləmiş olarlar. Amma məndən soruşur ki, bu iki firma bir yerdə 78 avtomobili neçə ilə istehsal edir? Əgər 1 ilə 13-dürsə, 78-i də bölürsən 13-ə tapırsan. 78 13-ə bölsən neçə edir? 6. Deməli 6 ilə bu iki firma bir yerdə düz 78 dənə avtomobil istehsal eləyə bilərlər. Deməli birinci bir firmanın 1 ilə nə qədər istehsal elədiyini, ikinci firmanın 1 ilə nə qədər istehsal edildiyini tapırıq. Tapdım. Biri 3 idi, biri 10. Bunları topladı nədir? 13. Deməli 1 ilə bunlar ümumilikdə 13 dənə avtomobil istehsal eləyirsə, bəs 78-i neçə ilə eləyər? 78-i bölsən 13 eləyir 6. Cavabı seçsən gedirsən. Növbəti sualı. Hərflərin yeri düzəldərək bərpa edin və fərqli olan sözü tap. Anagram mövzusuna aid bir sualdır. A bəndi dirijor, B bəndi tütək, C bəndi baraban, D bəndi gitara, Y bəndi kamança. Kamança, gitara, baraban, tütək musiqi alətləridir. Dirijor insan anlayışı bildirir və fərqli sözdür. Cavabın olur A variantı. 54-cü sual qeyri-aşkar operatorlarla rebuslar mövzusunun qarışığıdır. Fərqi nədir? Rebusu fiqurun içərisində verəndə rebus olur. Daha doğrusu misalı fiqurun içərisində verəndə rebus olur, misalın içində verməyəndə olur qeyri-aşkar operator. Burada 9 ilə 3-ün cəmi 12, kvadratı 144. 7 ilə 4-ün cəmi 11, kvadratı 121. 5 ilə 1-in cəmi 6, kvadratı 36, cavabımız olur 54-də B variantı. Gəldik 55-ə. İçərisində ağ və qara bayraqlar olan qutudan götürülən istənilən 5 bayraqdan ən az biri qara, İstənilən 6 bayraqdan ən az birinin ağ olduğu məlumdursa, qutudakı bayraqların sayının ən çoxu neçə ola biləcəyini müəyyən edin. Baxın, burada bir neçə nüans var. Bir, ən çox neçə ola bilər? Ən çox deməsəydi, bir çox ehtimalımız çıxardı ortaya, amma burada deyir ki, qutudakı bayraqların sayı ən çox neçə olar? Bunda sadə bir məntiqi var. Sualı indi ilk dəfədən oxuyanda tam tutmaya da bilərsiniz. 2 dəfə, 3 dəfə oxuyandan sonra beyin qəbul edir ki, nə demək istəyir orada. Baxın, mənə deyir ki, ən çoxu da nəzərdə almaqla həll edəcəm bunu. Götürülən istənilən 5 bayraqdan ən az biri qaradır. Ən azı biri qaradırsa, onda ən çoxu 4-ü nədir? 4-ü ağdır. Mənə nə lazım idi? Ən çoxu lazım idi axı. Bu 5 bayraqdan ən az biri qaradırsa, onda 4-ü mütləq ağdır. Yox, 5-i də ağdır desəm, 5 dənə ağ desəm. Onda torbadan birinci, ikinci, üçüncü, dördüncüsünü çıxartdım, ağ oldu. 5-incisini də çıxarsam ağ olacaq. Axı şərt elə demir. Deyir ki, 5 bayraqdan ən az biri qaradır. Ən azı bir qara varsa, onda ən çoxu 4 dənə ağ var. Digər hissədə isə deyir ki, istənilən 6 bayraqdan ən az birinin ağ olduğu məlumdursa, istənilən 6 dənə bayraq götürürəm, nə çıxır? Ağ çıxır. Deməli, daha doğrusu ən az birinin ağ oldu. Daha doğrusu qara çıxır, bir dənəsi ağ çıxmalıdır. Əgər 6 bayraqdan
ən az biri ağdırsa, onda ən çox neçə dənə qara var? Ən çox 5 dənə qara var. Deməli, ikisi bir-birindən ziddiyyətlə tapmış olsan da, ziddiyyət deyərkən, yəni əks məntiqlə tapmaq olur. 5 bayraqdan ən az biri qara idi deyə, ən çox 4 dənə ağ var. 6 bayraq götürəndə ən az biri ağ olursa, onda ən çoxu 5 dənə qara var. Niyə? Çünki məndən ən çoxunu soruşurdu. 4 ilə 5-in cəmi neçə eləyir? 9. Deməli, qutudakı bayraqların sayı maksimum 9 ola bilər. Gəldik 56-cı suala. Qanuna uyğunluğu müəyyən doğru variantı tapın. 8 ilə 5-in 39, 40 çıxaq bir yox alınmır. 8 ilə 5-in cəmi eləyir 13. 8 ilə 5-in fərqi eləyir 3. Vuranda 39. 9 ilə 7-nin cəmi 16. 9 ilə 7-nin fərqi 2. Vuranda 32. Deməli, verilən rəqəmləri bir dəfə cəmi, bir dəfə fərqi. Sonra da vurulması. Mənə nə verib? 6 ilə 3-ün cəmi eləyər 9. 6 ilə 3-ün fərqi eləyər 3. Bunların hasili isə 27 C variantı. 57-ci sualda qatlanmış kağızda kəsrlər edilib, kağız açaraq doğru variantı müəyyən edin deyir. Gəlin müəyyənləşdirək. Bunu da yadda saxlayın sadə bir üsulla. Əgər bu formada, şaquli formada bir xətt varsa, o çevrilmə zamanı üfüqi xəttə çevrilir. Üfüqi formada biri varsa, çevrilmə zamanı şaquli xəttə çevrilir. Söhbət diaqonal çevrilmədən gedir. Baxın, bu diaqonal çevrilmədir. Deməli, üfüqi olan şaquli, şaquli olan isə üfüqi vəziyyətə keçmiş olur. İndi burada diqqətlə baxıram. Bax, bu nöqtə gəlib bura düşməlidir da. Ox yuxarı baxırsa, fırladılma zamanı, baxın, bu formada bir ox almış olacaq. İndi çəkə bilsəydik, nə gözəl çəkdik. Əl bazarı mükəmməl səviyyədə olduğuna görə. Deməli, mən belə çəkəcəm. Eynisini çəkmirəm. Deməli, yuxarı fırladılma zamanı oxun istiqaməti, uc hissəsi hara baxmalıdır? Sola baxmalıdır. Bu, biraz da təsəvvürdən asılıdır. Bir dənə təsəvvür edeyim. Bu hissəni götürürsən, fırladırsan, bura çəkirsən. Onu yuxarıya çəkəndə oxun istiqaməti olur hansı tərəfə? Bax, bu tərəfə. Bu formada olur. Variantlara baxıram. Variantları göstərim, deyim hansı vəziyyətdə. Sağa baxan yox, sola baxan lazım. Bax, mənə bu lazımdır, bax. Bu ox, indi təsəvvür elə. Yuxarı fırladığında bu formada düşür. Bu ox yuxarı fırladığında o formada düşür. Baxıram A bəndində. Getdi bu D-nin. D də sağa baxır. Y də yuxarı baxır. D-ni getdi. Y-ni sildim. A-nı da sildim, getdi. Cavab qaldı ya B variantı, ya da C variantı. Bu şəkil yuxarı qalxanda, yəni də doğrusu yuxarı çevriləndə oxun istiqaməti yuxarı baxmalıdır. Yuxarı baxan B bəndində də var, C bəndində də var. Ona görə silmirəm. Onda fərqli bir şey hissə axtarım. Olsun, bax, bu künc. İndi o küncə diqqətlə baxırsan, bu şəkil, yəni söhbət bu üçbucaqdan deyil. Yuxarıdan aşağı doğru fırladılanda, diqqətlə bax, fikir ver, bunun arxa hissəsi, üçbucaq olan hissəsi 90 dərəcəyə baxır da. Onda yenə də 90 dərəcəyə baxan o hissəsi olacaq. Uc hissəsi hara baxmış olacaq? Uc hissəsi sol tərəfə baxacaq. Uc hissəsi sol tərəfə baxmayan B bəndini silirsən, cavabın qarşı hansı variant? C variantı 57-ci sualda. Sadəcə fırlamaq lazım idi. Mən indi bunu təsəvvürlə, bax, bunu yuxarıdan aşağı fırladanda bu şəkli almış olursan. Bunu yuxarıdan aşağı fırladanda bu şəkli almış olursan. İndi cavabımızın C bəndin olduğunu görəndən sonra mütləq şəkildə analiz elə. Sağa açanda necə oldu, sola açanda necə oldu, aşağı açanda necə oldu, yuxarı açanda necə olmuş oldu. Gəldi 58-ci suala. İki söz arasında məntiqi əlaqə. Bina, memar. Deməli, binanın layihəsini memar tərtib eləyir, memar yaradır özünü, belə deyək, o formasını hansı formada tikiləcək. Təyyarəni də konstruktor, yəni konstruktor, təyyarə konstruktor ola bilər, mexanik ola bilər bu formada. Yəni binanı memar, təyyarəni isə konstruktor layihəsini vermiş olur. Cavabı nə? A variantı. Pilot yəqin ki bilirsiniz, sürəndi təyyarəni. Stüardessa təyyarə işçiləridir. Kosmonavt yəqin bilirsiniz. Aerodrom isə təyyarələrin və ya da ki uçuş aparatlarının qalxıb enməsi üçün olan ərazidir, sahədir, yerdir aerodrom. Gəldi 59-a. Sual əvəzinə yazacaq variant hansıdır? Baxıram, şəkil cədvəllərlə bağlı bir sualdır. Burada 6 dənə qara var, 8 dənə ağ var. Bunlar müharibəyə girirlər, belə deyək. Ağla qara bir-birini yeyir, yerdə nə qalır? Bu ağla bu qara, ağ qara, ağ qara, ağ qara. Yəni 6 dənə ağ qara gedir, yerdə qarına 2 dənə ağ. Bu 3 dənə ağ, bu 5 dənə qara. Müharibəyə girsə hansı qalib gələr? Bu. Üçü getsin, bir-birini yesin, öldürsün, qaldı 2 dənə qara. İndi mənə nə lazımdır? Mənə lazımdır ki, bu 6 dənə ağın biri yoxa çıxsın. 6 dənə ağın biri yoxa çıxması üçün bura bir dənə qara lazımdır ki, bu bir dənə qara ilə bu bir dənə ağ getsin, yoxa çıxsın, yerdə qalsın nə? 5 dənə dairə. Cavabımız olur nə? Bir dənə qara dairə, yəni C variantı. Ağla qara bir-birini yoxa çıxardır.
nə qalırsa, yəni eyni sayda yoxa çıxardırlar. Yerdə qalan nə olursa cavaba yazılır. İndi burada ağların sayı çox idi deyə bu tərəfə ağ düşdü. Burada qaraların sayı çox idi deyə cavaba qara düşdü. İndi burada da ağların sayı çox olmalıdır ki, bura ağ dairələr düşmüş olsun. Ona görə də həqiqətən bizə dənə qara dairə bəs eləyirdi. Sual əvəzinə uyğun variantı seçin deyir 60-cı sualda. Nə edirdik? Şəkilləri birini digərin üzərinə çəkə bilərdik və yaxud da ki, çəkmədən variantlarla da işləyə bilərdik. Mən variantlarla işləyəcəm. Mən baxıram nəyə? Həmin dəqiqə bu düz xəttə gözüm sataşdı. Düz xətt əsas şəklimizdə var. Bəs tamamlamalı olduğumuz hissə nə idi bu tərəfdə? Düzdür. Tamamlamalı olduğumuz hissədə varmı? Baxıram ki, tamamlamalı olduğumuz hissədə yoxdur. Yəni məni möhtəmə buraxıb ki, sən cavabı seçəndə çəkərsən. Bu şəkillər bir-birinə oxşasın. Ona görə C bəndini silirsən. Üst hissəni verməmişdi. Digərlərində isə baxın A-da, B-də, D-də, Y-də hamısının üst xətti veribdir. Yəni məntiqi nədən ibarətdir? Bu tərəfdəki şəkillərin ümumi cəmi, bu tərəfdəkilərin ümumi cəmindən eyni birəbir şəkil alınmış olsun. Daha sonra fərqli isə, məsələn, dairədən çıxan, daha doğrusu nöqtədən çıxan, nöqtəni bizə həmişə verirdi ki, özünə start nöqtəsi götür, bax. Nöqtədən çıxan bu xəttə baxıram. Görüm, olmalıdır variantında, yoxsa olmalı deyil. Əsas şəklimizə baxıram ki, nöqtədən belə bir xətt çıxır və cavabımızda da onu qeyd eləyir. Əgər cavabımızda onu qeyd edirsə, yadda saxlayın, bu tərəfdə verilən hissələrin heç birini mən təkrar cavabda seçə bilmərəm. Amma B bəndində həmin hissəni yenə verir, səhvdir. D bəndində həmin hissəni yenə verir, səhvdir. A-da və Y-də verməmişdi deyə heç bir problem yoxdur, hələ ki saxlayırsan. Aynən yeni fərq isə bu xəttin verib verilməməsidir. Bir bu xəttin, bir də bu xəttin. Yəni A bəndində yoxdur, Y bəndində var. Baxaq görək, olmalıdır, yoxsa olmalı deyil. Mən baxıram ki, nöqtədən yuxarı qalxan bir əyri hissə var. Bəs tamamlamalı olduğum hissədə varmı? Bəli, baxın, o şəkli özü çəkibdir. Əgər özü bu şəkli çəkibsə, mənim çəkməyimə ehtiyac yoxdur. Mənim çəkməyimə ehtiyac yox deyib Y bəndini silirsən, cavabın qalır nə? 60-da A variantı. Bitdi, getdi. Başa düşmürsənsə, birinci şəkli bunun üstünə çəkə bilərsən. Bax, çəkdin bu xətti bura. Nöqtədən yuxarıya bir dənə xətt çıxır, çəkdin. Nöqtədən aşağı bir xətt çıxır, çəkdin. Nöqtədən aşağı bir dənə xətt çıxır, çəkdin. Deməli, mən birinci şəkli artıq ikinci üzərinə çəkmiş oldum. İndi elə eləməlisən ki, bu şəkil birəbir bu şəkildən oxşasın. Onu da yenə də çəksən görürsən ki, A bəndi almış olaraq buna ehtiyacın var, bu xəttə ehtiyacın var, bu xəttə ehtiyacın var, bir də aşağı gələn xəttə ehtiyacın var. Markerlə çəkdiyim, indi marker yox, qələmlə çəkdiyim hissə mənim cavabımda həqiqətən də A bəndi onu çəkmişdim də. Verilmiş iki sözdəki qanuna uyğunluq. Bitki toxumları vasitəsilə çoxalır, ördək isə yumurta vasitəsilə çoxalır. Ördəyin uça bilir, ördək uça bilir. Ördəyin lələyi var, ördəyin əti var. Belə fikirlər də deyə bilərsən, amma nümunə əsasdır. Bitki toxumlarla çoxalır, ördək yumurtalarla çoxalır. 62-də vəkil hüquqlarımızı müdafiə edir. Kiçik həcmli bir cümlə düzəldirəm. Vəkil hüquqlarımızı müdafiə edir. Futbol idmançıları idman eləyir? Yox. Bəstəkar səsi not eləyir? Yox. Vətəndaş hüququ vəzifə eləyir? Yox. Həkim tibbi dərman eləyir? Yox. Müğənni musiqini ifa eləyir? Hə, cavabımız olur Y variantı. Vəkil hüquqları müdafiə eləyir, müğənni musiqini ifa eləyir. Vəkil insan anlayışı, müğənni insan anlayışı. Hüquq obyekt, musiqi obyekt. Müdafiə eləmək, yəni onun icra olunması, ifa eləmək, yəni onun icra olunması məsələsi birəbir uyğun gəlir. 63. Botanika bitkilər haqqında elmdir. Ornitologiya isə quşlar haqqında elmdir. Quşlar haqqında elm öyrənən şəxsə də ornitoloq deyilir. Ornitologiyanı yada salın. Göbələklər haqqında olan mikologiyadır. Ona oxşar qarışqalar haqqında elm var. Mirmekologiya və s. Ona görə terminləri yaxşı yadda saxlamağınız lazımdır. 64-cü sualda deyirdik ki, əgər fiqurlar eynidirsə, bölünmələri, dilimlənmələri də eyni formadadırsa, onda rənglərin üst-üstə toplanmasına görə şərti olaraq düstur çıxardırıq. Nədir bu dediyimiz şərt olaraq düstur? Baxın, bu mövqeyə baxıram, qara rəng, bu mövqeyə baxıram, qara rəng, cəmi mənə nəyi verdi? Ağı. Ona görə kənardan yazıram ki, qara ilə qaranın cəmi mənə verir ağı. Daha sonra baxıram, burada ağ var, burada ağ var. Ağla ağın cəmi nəyi verdi mənə? Qaranı yazıram, ağla ağın cəmi qaranı verdi. Daha sonra ağla qara və ya qara ilə ağa baxacam. Burada görürəm qara var, burada da qara var. Qara ilə qara niyə deyirəm mən? Ağ qara harda var? Burada. Bu hissədə ağ rəngdir, bu hissədə qara rəngdir. Cəmi nəyi verdi mənə? Ağı. Yazıram, ağ üstə gələk. Qara bərabərdir nəyə? Ağa. Hər ehtimala qarşı qara ilə ağı da yoxdur. Çünki ağla qara, qara ilə ağ həmişə eyni şey verir. Həmişə yox, 99%. 1% misallar var ki, fərqli verə bilər. Bir dənə qara ağa baxıram. Bu qara, bu ağ mənə verdi nəyi? Ağı. Yazıram, qara üzərinə gəl, ağ bərabərdir ağ. Bu 4 dənəsini çıxardandan sonra ehtiyac yoxdur da başqa işdən çıxartmağa. Ehtiyac yox deyəcəm, başqa nəsə də çıxarda bilmirsən zaten. İndi burada baxırsan, bu hissədə ağ rəng,
Bu hissədə qara rəng. Mən bildim ki, ağla qaranın cəmi bizə nəyi verir? Ağı verir. Onda misalın ağ rəngli hissə ilə başlamalıdır. Bura qara ilə başlayıb, bura qara ilə başlayıb, olmaz, olmaz. Bu da qara ilə başlayıb, olmaz. Ya cavabın C variantıdır, ya da D variantıdır. İkinci hissəsinə baxıram, bunlar da fərqlidir. Elə onu tapsam, cavabım tapılmış olur. Burada nə var? Qara. Burada nə var? Ağ. Qara ilə ağın cəmi mənə nəyi verirdi? Ağı verirdi. Ağı verirsə, onda bu hissədə ağ olmalı deyib. D bəndini çıxırsan, cavabın qarına C variantı. Məsələn, bu hissəni yoxlayaq. Burada görürəm ağ hissə, burada görürəm qara hissə. Ağla qaranın cəmi bizə nə verirdi? Ağı. Bax, ağla qaranın cəmi ağ versə, həqiqətən burada da nə var? Ağ var. Qutardı, getdi. Bu şərt olaraq bu düstur çıxardıb, rahatlıqla müəyyənləşdirək olur. Daha bir kub sualı. Çox qəşəng və qəbul tipi olan suallardan biridir. Çətindirmi? Əsla çətin deyil. Rahatdırmı? İzahını dərk eləyək, başa düşsən, qulaq assan, hə, asandır. Növbəti hissələrdə çox rahatlıqla yazacaqsan. Deməli, yadda saxlayırsan ki, 3 dənə yığılmış kub verirsə və onların fərqli-fərqli üzləri varsa, nə qayda çıxır buradan? 2 kubu müqayisə eləyirsən. İstədiyin 2 kubu, bundan bunu, fərqi yoxdur. Hansını ürəyin istəyir? Verilən 3 kubdan ikisini müqayisə eləyirsən. Həmin müqayisədə oxşar üzləri silirsən, yerdə qalan üzlər bir-birinin qarşı üzü olmuş olur. Bayaqki misalda qarşı üz nədir? Onu izah eləmişəm. Məsələn, K-nın qarşı üzü burada birinci yerdə yazılacaq. S-in qarşı üzü burada ikinci yerdə yazılacaq. M-in qarşı üzü burada üçüncü yerdə yazılmış olacaq. Bunu bilirik. İndi dedik ki, istənilən 2 dənə kubu götürə bilərsən. İstənilən 2 dənə kub götürürəm. Bax, bu birinci kubdan ikinci kubu ürəyim istəyir. Bu 2 kubun müqayisəsinə baxanda oxşar üzləri silirsən. S-lər oxşardır, L-lər oxşardır. 2 kubun müqayisəsində oxşar üzləri siləndən sonra yerdə qalan üzlər bir-birinin qarşı üzləridir. Deməli, burada nə olur? K ilə P bir-birinin qarşı üzü olmuş olur. K-nın qarşı üzünə nə yazacağam mən? Gətirib bura qəşəng bir dənə P yazacağam. Deməli, birinci yeri olmalıdır P. Birinci yerə P desə, cavabda 2 dənəsi qalmış oldu. Bunu silirsən, indi ürəyinizdən yenə başqa 2 dənə müqayisə getməlisən. 1 ilə 3-ü də müqayisə edə bilərsənmi? Baxıram, 1 ilə 3-də oxşar 2 dənə hərf yoxdur, onu müqayisə eləməyin bir anım yoxdur. 1-də sadəcə L-lər oxşardır. S ilə K fərqlidir, N ilə P fərqlidir. Buradan o nəticə gedib çıxa bilməzsən. Əsas odur ki, 2 dənə oxşar olsun. 1 ilə 2-də çıxartdın, indi 2 ilə 3-ə baxırsan. 2 ilə 3-cü kublarda oxşar olan hissələr hansılardır? L, L, P, P. Yerdə qaldı nə? S ilə N. Deməli, oxşar 2 kubun müqayisəsində oxşar olan üzləri sildin. Yerdə qalan üzlər nələrsə onlar bir-bir nə olmuş olur? Qarşı üz olmuş olur. İndi mən nəyi müəyyənləşdirdim? S ilə N bir-birinin qarşı üzüdür. Onda S-in qarşı üz mövqeyinə, yəni bura nə yazıram? N yazıram. P, N ilə başlayırsa, cavabımız olur P, N, L. Bir dənə zaten hərf qalmışdı, o da M-in qarşı üzü olmuş olur. Mənə qəşəng bir qaydanı da buradan yadda saxlamış olsan. 3 kub verilir. Bu 3 kubdan ikisini götürüb müqayisə edirsən. Oxşar 2 üzü silirsən. Yerdə qalan bir üz bir-birinin qarşı üzü sayılmış olur. Qarşı üz qaydasına görə də hərfləri öz yerinə yerləşdirmiş olursunuz. Deməli, aşkar operatorlar mövzusuna aid belə bir sual var. Deyirdik ki, operator hissəsində hər hansısa bir rəqəm hesablama varsa, onu anda nə etmək lazımdır? Keçmək lazımdır sağ tərəfə hesablama hissəsinə. Vur 4 formasında olan misalı sual keçirdiyində böl 4 formasına keçir. Deyirdik ki, əgər misalda bir dəfə AB, indi burada AB deyə AB deyirəm, fərqli-fərqli dəyişənlər də ola bilər. Bir dəfə də özünün tərsi verilərsə, onda sən də bir dəfə 4-1, bir dəfə isə 1-4 qiymətini verib hesablamalısan. İndi normal olaraq birinci 4 və 1 qiymətini verirəm. A-ya 4, B-yə 1. Niyə? Çünki operatorun solu soluna bərabərdir, operatorun sağı sağına bərabərdir. A4, B1, A4, A4, B1. Hansı ifadəni alıram? Alıram bunu. 4 operator 1 bərabərdir. 4-də 24 üzərinə gəl 2 vurulsun 1 operator 2. Nə elədim? Sadəcə 4 bir qiymətini yerinə qoydum və alınan ifadə nə etsə bura köçürdüm. Başqa heç bir şey eləməmişim. İndi ikinci versiyanı yazmalıyam. Bir dəfə dedik ki 4 bir qiymətini əgər A, B, B adsa, bir dəfə də əksinə indi 1, 4 qiymətini verməliyəm. Onda A-ya 1, B-yə 4 verirəm. A-ya 1, B-yə 4. Onda hansı misal alınır ortada? Alınır 1 operator 4 bərabərdir 4-də 6 üzərinə gəlsin 2 vurulsun 4 operator 1. Mən burada desən 2 yazmışam. Bu 4-dür. Beyniz qarışdırmasın. Deməli 4 operator 1. 2 yoxdur yəni orada. 1 4-dür, 4 1-dir. 2 hardan çıxdı?
Beyninizi qarışdırmasın. Deməli, mən nə etdim? Sadəcə bir dəfə 4-1 qiymətini yerinə qoydum. Bu ifadəni aldım. Bir dəfə də 1-4 qiymətini qoydum. Bu ifadəni almış oldum. Buna nə deyirsən? Sistem tənlik deyirsən. İndi qarışıqlıq yaranmasın deyə, harda 4-1 görürəmsə ora x deyirəm, x. Harda 1-4 görürəmsə ora y deyirəm. Onda ifadəm olur belə. X bərabərdir 4-də 24 plus 2y. Y bərabərdir 4-də 6 plus 2x. Belə bir sadə sistem təliyin alındı. Kəsir var deyə biraz qorxucu görsən əvvəl sizdən üçün, o da əsla qorxucu olmamalıdır. İndi mən y-in qiymətini bilirəm da nəyə bərabərdir. Gətirib y-in qiymətini yerinə yazsam, bir dəyişənə tənliyanlar və misalımız da yekunlaşmış olar. Onda olur nə? 4x-ə vururam çarpaz. Olur 4x bərabərdir. 4x bərabərdir. 24 üzərinə gəlsin 2 vuraq. Y-in qiymətini əvəz etmə yoluna gətirib yerinə yazıram sadəcə. Əvəz etmə yoluna yerinə yazıram. Amma bu 4 hara getdi? Çarpaz vurdum. X ona görə 4x yazmışam da. Y-in qiyməti nədir? 6 plus 2x bölünsün 4-ə. Bu formada yazdım. İndi bunu sadələşdirmək lazımdır. 4x bərabərdir 24 üzərinə gəl. 4 ilə 2 burada ixtisar gedir. 2-də 6 plus 2x qalır. Hər tərəf 2-yə vururam ki, misalımız məxrəcdən azad olsun. 4x-i 2-yə vuranda edir 8x bərabərdir 48, 24 2 48 edir. Üstə gələk. Bunu 2-yə vuranda 2-lər ixtisar gedir. Qalır sadəcə 6 plus 2x. 2x-i keçirirəm sol tərəfə. 6x bərabər 54-də. X də bərabərdir 9-a. Mən x-i nə ilə ifadə eləmişdim? X-i 4-1 ilə. Məndən nəyi soruşur? 4-1-i. Birbaşa cavabı tapmışam. X bərabər 9 ilə 4-1-də nədir? 9-dur A variant. Biraz hesablama hissələrini sürətli keçdim. Ümid edirəm ki, o hissələrdə artıq hesabla, riyaziyyatla bağlı hissələr deyə sürətli keçdim. Yoxsa keçməzdim. Bunu rahatla qəbul edə bildi. Sadəcə sistem tənlik kimi həll eləmək lazımdır və əvəz etmək üsulu nədirsə onu bilmək lazımdır. 67 cədvəllər mövzusuna aid bir sualdır. Tamamilə bir-birinə fərqli rəqəmlər qeyd olunub. Nə edə bilərik? Cəmləyə bilərik rəqəmlərini. 2, 3, 5, 7 də bu 12, 15, 20, 25. Cəm oldu 25. 6, 6, 12, 16, 21, 25. Hamısının rəqəmləri cəmi. 5, 3, 8, 9, 4 də bu 13, 15, 7 də bu 22, 25. Fikir versiniz, hər 4 dənəsinin cəmi, 4 dənədir, rəqəmlərin cəmi 25 verir. 2, 3, 5, 11, 20. Rəqəmlərin cəmi azda 20-dir. 25-ə çatması üçün mənə nə lazımdır? Rəqəmlərin cəmi 5 olan bir ədəd lazımdır. O da cavablardan baxırsan ki, sadəcə rəqəmləri cəmi 5 eləyən 14 var. Deməli, qayda nə oldu? Burada verilən 4 dənə ədədin ümumi rəqəmləri cəmi 25-i verməlidir. Mən də ona görə bura D bəndi 14 yazdım ki, düzgün olmuş olsun. 68-ci sual ardıcıqlar mövzusuna aid bir sualdır. 61, 62 plus 1-dir, sonra çıx 8-dir, sonra çıx 17-dir, sonra üstə gəl 28-dir, sonra çıx 17-dir. Buna nə əlaqəsi var? 1, 8, 17, 28, yenə 17. Bir-birinin heç bir əlaqəsi yoxdur. Heç bir əlaqəsi yoxsa onda bu aralığını yazmaya nə ehtiyac var ki? Vurma ilə əlaqəsi yox, çıxma ilə əlaqəsi yox, rəqəmləri bir-birindən özünə əlaqə saxlaya bilmirsən. Belə bir vəziyyət yarananda, yəni heç cürə alınmayanda, yadınızda olsun, ağzınızın bir hissəsində olsun, rəqəmləri cəminə yaxud da ki, rəqəmləri hasilinə baxın. Rəqəmləri cəmi 7, 6 ilə 2 8, 5 ilə 4-ün cəmi 9, 3 ilə 7-nin cəmi 10, 6 ilə 5-in cəmi 11, 4 ilə 8-in cəmi isə 12 vermiş olur. 7, 8, 9, 10, 11, 12. İndi rəqəmləri cəmi 13 olan qiymət lazımdır. O da hansıdır? 58 D variantı. 69-da qanun uyğunluğu müəyyən edin deyir. Nədən ibarətdir qanun uyğunluq? Deməli, birinci şəkildə ikinci şəkildə toplayır, bu şəkil almış olur. Diqqətlə baxsan, görərsən ki, bu qara nöqtələri istinad nöqtəsi kimi, əsas nöqtə kimi bir-birinə götürür, yəni bir-birinin üstünə çəkib davamı gətirmiş olur. Fikir verin, mən bu şəkli, birinci şəkli, ikinci şəklin üzərinə çəkəcəm. Qaralar eyni nöqtəni bildirir. Onda üstə çəkəndə qaralar üstə düşür. Qaranın üstündə nə var? Bir dənə ağ var. Çəkdim bura bir dənə ağ. Sonra qaranın altında bir dənə ağ var. Hətta 2 dənə ağ var, belə eləyək. 1, bu da 2 dənə ağ. Bu 2 dənə ağlar çəkəndən sonra sağda bir dənə kvadrat olmalıdır. İçərisində qara dairə olmalıdır. Bu formada bunu da çəkdim. Bir də bundan solda bir dənə kvadrat olmalıdır. Burada bir dənə solda kvadrat çəkdim. İndi bax gör, bu şəkillə bu şəkil eyni birə-bir şəkil deyil. Birə-birdir də. Deməli, qara nöqtəni əsas götürüb, nə etmək lazımdır? Şəkildə digər şəklin üzərinə çəkmək lazımdır. İndi ürək istəyir bunu bunun üzərinə çək, sən də əksinə. Mən bunu birincini ikincinin üzərinə çəkmək istəyirəm. Qara nöqtələr, daha doğrusu qara kvadratlar öz yerində qalır. Qaranın sağında nə var? Ağ dairə. Qaranın sağına bir dənə
Ağ dairə nə idi? Ağ kvadrat çəkirəm. Ağ kvadratdan aşağı bir dənə ağ kvadrat var. Ağ kvadratdan aşağı bir dənə ağ kvadrat var. Çəkdim. Nəsə dəyişmədi. Sağında bir dənə də ağ kvadrat var. Sağında bir dənə də ağ kvadrat var. Aşağısında bir dənə ağ kvadrat var. Aşağısında bir dənə ağ kvadrat var. Qutardı getdi. Sən o cavabın burada şəklə hansı uyğundursa o. O da hansı uyğundur? Təbii ki, B variantı uyğundur. Yuxarısı qara, aşağısı ulduz, 2 dənə boşluq, ortada qara dairə, qutardı getdi. Deməli, məntiqi nədən ibarət oldu? Bu şəkildə bu qara kvadratlar ortaq nöqtələrdir. Onları üst-üstə qoyub şəkli çəkmək lazımdır. Mən də bu hissədə ortaqları üst-üstə qoydum və şəkli digərin üzərinə çəkmiş oldum. Və nəhayət sonuncu 70-ci sual. Zoologiya heyvanlar haqqında elmdir. Kinologiya isə itlər yox, kinolar haqqında elmdir. Cavabımız orada B variantı. Yadda saxlayın. Kinologiya, yəni normal kino sözündən başlayan itlər haqqındadır. Əksinə kino ilə başlayansa kinolar haqqındadır. Bunu yadda saxlayın. Atlar haqqında da elm hippologiyadır. Bunu hippoda görə bilərsən, ippoda görə bilərsən. İkisi də eyni şeydir. Hippologiya və yaxud ki, hippologiya rus dilində ip ilə yazılır deyə o formada dilimizə keçə bilir. Yadda saxlayırsınız ki, hippologiya və hippologiya, hippodrom. İppodrom sözü də var, yəni atların qaçış zolağı. Onları da H ilə və yaxud ki, ilə də görə bilərsən. Bax belə 25 dənə sualın izahı bu qədər. Qeyd elədiyim kimi 71-dən də 95-ə olan sualların izahını eşitmək istəyirsinizsə, çox qəşəng suallar var idi. İkinci tərəfdə mətni məntiqi təhlilinə aid xeyli sual nümunəsi var. Ümid edirəm ki, onu da izləyib tərəzilər, rebuslar, cədvəllər müsaid çox önəmli və qəşəng suallar var. Onu da EFSA Akademinin YouTube səhifəsində izləyə bilərsiniz son sınaq izahı kimi. Növbəti izahlarda görüşmə ümidi ilə özünüzə yaxşı baxın və keçmədiyimiz mövzulara aid sualları yaxşı mənimsəyin ki, növbəti sınaqlarda rahat-rahat yazasınız və həmin mövzuya gəlib çatana qədər 70, 80, bəzən 90% artıq öyrənmiş olasınız və həmin mövzunu rahatlıqla qavrayasınız. Sınaqlarda zənciri qırmırsınız, özünüz üçün müəyyənləşdirirsiniz ki, nəyi necə eləmək lazımdır. Ümid edirəm ki, bu video sizlər üçün faydalı olmuş oldu. Hələlik növbəti sınaq izahında görüşəndik.